63 yaşım var. Mən elə şey görməmişəm. Paytaxtın Sabunçu rayonu Maçlığa qəsəbəsindəki Respublika Psixiatriya Xəstəxanası son günlər sosial mediada, sosial platformalarda belə bir xəbər dolaşır ki, güya bu xəstəxanadan 10-a yaxın xəstə qaçır və onların arasında təxminən 2 il öncə ailə üzvlərini öldürən Əhməd Əhmədov da var. Valla mən buna heç inanmıram. Yəqin şayət indi kimsə buraxıb ortalığa. Ya elə bir şey eşitməmişəm mən açığı. Şayət də indi yəqin kimsə buraxıb ortalığa yalandan bunu. Doğru olmaz, yalan. Neçə illərdir mən burada 63 yaşım var. Mən elə şey görməmişəm. Məncə inanmıram. Yox, mən görmürəm. Yəni ki, bu Maçlığa da gördüm deyən varmı? Yox. Mən hələ heç kimlə eşitməmişəm. Mən belə bir şey görməmişəm, eşitməmişəm də. Gördüm deyən varmı ətrafınızda belə bir şey? Yox, elə şey eşitməmişik, görməyiz, bilmirik elə şey. Yox, elə şey olmuyor. Yox, heç xəbərim yox. Sən deyirsən, mən eşitmişəm. Siz belə bir şey görmüsünüzmü kənddə? Yox. Ətrafınızda gördüm deyən varmı? Yox, heç kəs görməyib. Yəqin ki, yalan olardı, mən görməmişəm. Gördüm deyən varmı? Yox. Daxili İşlər Nazirliyi məsələ ilə bağlı açıqlama yayaraq bildirib ki, yayılan xəbərlər həqiqətə əks etdirmir və yalan, şahiddən başqa bir şey deyil. Bəli, yalan xəbər yaymağın özü də bir cinayətdir. Yəqin ki, müvafiq qurumlar bununla bağlı bir tədbir görəcəklər.